Tehranın mərkəzində yerləşən Topxana meydanında kütləvi etiraz aksiyası start götürüb. Reallıq TV xəbər verir ki, yerli etirazçı Telegram kanalları və sosial şəbəkə səhifələri paytaxt sakinlərini müxtəlif istiqamətlərdən parlament binasına doğru hərəkət etməyə və binanı ələ keçirməyə çağırır. İran hakimiyyəti aksiyalara qatılanlara qarşı heç bir güzəştə gedilməyəcəyini bəyan edib. Rəsmi dairələr ABŞ prezidenti Donald Trump'ın mümkün hərbi müdaxilə ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, təhlükəsizlik tədbirlərinin sərtləşəcəyini bildiriblər. The Times nəşrinin yazdığına görə, etirazların genişlənməsi fonunda Tehran daxili təhlükəsizlik qüvvələrini tam hazırlıq vəziyyətinə gətirib. خیابون سعدی، یعنی جمعیت از مخبر دوله تا بازار رفته تا ناصر خسرو. نمیتونی ببینی جمعیت.